Hamıya salam. Plagiat kanalında əsrlərdən sonra ilk dəfə toplaşmışıq. Onlayn olaraq toplaşmışıq bu dəfə. Yenə də həmişəki kimi Aymir Aydınlı, Abbas Ramazanov və mən Qəhrəman Əkbər sizinləyik. Bu gün maraqlı bir konseptlə gəlmişik. Bu gün mən 4 dənə video tapmışam. Bu 4 dənə videonun 4-ü də küçə sorğularıdır. Küçədə insanlara mikrofonla suallar verirlər, onlara da cavab verirlər. Yəni verməsələr, yoxsa niyə salsınlar videoya? Küçə sorğularına küçə uşaqları cavab verir, Qəhrəman. Yox abi, hər tipdən insan. İndi onun küçə uşağı olub olmadığını sən bəlli eləyəcəksən indi. Qısaca deyim. Mövzumuz budur ki, mən insanlar cavab vermədən qabaq dayandıracağam videonu və Aymirlə Abbas da təxmin eləməyə çalışacaqlar ki, bu insanın cavabı necə ola bilər. Yəni adamı gözündən tanımağa çalışacaqlar. Belə verilişimizin adından da başa düşdüyünüz kimi. İlk videomuz şey barədədir. Deməli, övladınız gay və lesbiyan olsa... Tərsinə çevrildi, Murat. Əminin başı belə tərsinə çevrildi birdən. Övladınız gay və lesbiyan olsa nə edərsiniz? Bir də istəyirəm videodan qabaq sizdən soruşum. Yəni, Aymir, övladın gay və lesbiyan olsa nə edərsən, Murat? Eyni vaxt. Eyni vaxt deyirəm, Murat, necə çatdırır? Yəni, qızın gay olacaq, oğlun lesbiyan. Deyərəm ki, şey də... Go for it. Nə? Yəni, zor. Deyirəm, əsas odur bir-birinizlə işləmin, amma... Hə? Deyirəm, yəni, şey də, işinizdə olun. Okey abi, tamam. Qəşəng. Abbas, sən nə edərsən yəni? Oğlun gəlib desə ki, ata, mən oldum qalıb oy. Mən heç nə deyirəm ki... Deməli, Səni dəstəkləyirəm. Kim eləyirsə onu, ged özünü öldür deyirsən yəni. Bir nəfər olur da arxada. Diktator var, evet. Yəni, mən oğlumun gay olduğunu bildiyim üçün həmişə arxada bir nəfər olur yəni. Sonra gedirəm Londonda bir pub tapıram ki, bütün keçmiş oğullarım hamısı orada. Buydu. Yaxşı abi, yəni, amma ciddi yəni, nə deyərsən məsələn, yəni, elə bir şey yaşansın, ciddi. Murat, o qədər bir tali yüklü bir sual verirsən ki, mən buna podkastda nətər cavab verim? Zaman küçədə cavab verir abi, onu da küçədə verdikləri cavablara görə indi ağzımıza gələni deyəcəyik, amma indi şey eləyəməzsən özünü. O bir dənə sual var, əsas şeydir, gaysan or tat dadır da, tat dadır şeydə, quş qız. Yəni, C oğul yoxsa quş qız istəyərsən. O suala mən 100% deyərdim ki, C oğul daha. Quş oğul. Quş oğul. Quş və C oğul. Nəysə, yəni, mənim cavabım ola bilər ki, deyərəm ki, abala, sənin günahın deyil, deyərəm. Deyərəm ki, yəni... Mənim günahımdır, ona görə də mən özümü öldürürəm. Ona görə mən gedirəm, özümü öldürürəm. Mənim günahımdır. Deyərəm ki... Mən yaxşı bacarım. Allah, deyərəm ki, sənin günahın deyil ki, atan səni çox istəmir. Nəysə. Yəni, yenə də buradan demək istəyirəm ki, tam səmimi olaraq, uşaqlarınızı öz günahları olmadıqları şeylərə görə günahlandırmayın. Bəli. Bu ayrı seçkiliyin hər növünə qarşıyam. Bəli. Bunu buradan demək istəyirik və keçirik videomuza. Bu sosial mesajımızda verdiyimizə görə artıq insanların bütün Tanrı tərəfindən yaradılmış xasiyyətlərini yargılaya bilərik. İstəyirəm, başlayaq. Dayı. Çox ağır sual. Dayımız budur. Sizcə... Bir intro verəcəksən, məsələn, səs tonunu da verək də. Səs tonunu eşitsən, məncə təxmin eləyəcəksən, yəni. Okay. Hə, ona görə. Səncə bu dayının cavabı nədir bu suala? Bu dayı məncə cavab verəcək ki, ola bilməz elə bir şey. Mümkünatı yoxdur. Yəni, okey. O elə şey ancaq Avropalılarda olur. Avropalılar bizdə elə. Bizdə Azərbaycanda C yoxdur. Əmir, sən nə düşünürsən abi? Mən düşünürəm ki, promoy deyəcək ki, şeydir, həbs elətdirərəm. Həbs elətdirərəm deyəcək. Okay. Görək dayı nə deyib? Elə bir şey. Mənim övladım nə gay ola bilər, nə də lezb ola bilər. Ona görə ki, onları mən tərbiyələndirirəm.
o gerek kan temiz olsun da. Yani kanda Rusların sözü var. Zaraza olmasa öyle bir şey olmaz. Kanda zaraza olsa onu hiçbir valideyn karşına alabilir. Abbas yəni 50% düz dedim də en azından. hə. Yəni dayı hətta söhbəti qana belə çəkdi. Yəni deyir qanda zaraza ya. Qanda zaraza nə deməkdir abi? Biraz da irəli getsəydi millətçilik məsələsi falan Avropada deyəcəkdi. Aysa ha. Abi yəni geylik yəni dayı üçün qandan keçir kimi bir şey. Bir qan təmiz olmalı da başsan o necə Aryan Reis başlayın. Aryan dayı. Aryan dayının fikirləri belə idi. İndi isə keçirik Aytan xala. Okey. Abi, Bu video neçənci ilində qəhrəman? Abi video deyəsən 10 il qabaq. 2015 falan da. Keçək xanıma. Sizcə xanımın cavabı nədir? 2015 makyajıdır bu. 2015. 2015 makyajı nədir abi? Sən 2015 makyajıdır. Yəni indi belə Yəni makyaj. Pirçoska ilə falan opşi bir yerdə deyirsən abi. Ha, okey. Ha, Yusuf. Paltar falan. Hə. Aymir desin bu dəfə. Mən biraz fikirləşirəm. Aymir. Mən potensial görürəm, deyirəm ki, deyəcək, hə, okeydir. Okeydir deyəcək. Okey. Abbas sən nə düşünürsən? Məncə bu deyəcək ki, inşallah heç kəsin başına elə bir şey gəlməz. Hə. Amma olsa da, yəni bu, yəni Allahın qismət elədiyi bir şeydir, yəni. Belə bir cavab verəcək. Görək nə deyibmiş. Ola bilməz elə şey. Oydu. Sadəcə ola bilməz Qısa və ki, konkret. söhbəti bağladı yəni. Amma Bu qaqaş Fəridə oxşuyur. bu qədər fərqli oldu. Bəlkə Fəriddir. Sən necə 2015-in Bakısıdır da bu yəni. Hə. Hə. Başa düşürəm, yəni tuturam temanı. Arram özümü 2015-in Bakısına pis. Abi qaqaşın tipinə baxanda nə düşünürsüz yəni ki, bax kolyesindən, nə bilim, əynindən falan belə tipajından yəni. Sizcə cavabı nə olacaq bu qaqaşın? Saqqal, bığ, məsələn, qaşlar, yəni öz sözünü deyir. Ya bu qaqaş deyəcək ki, Hə. yəni ümumiyyətlə mümkünatı yoxdur. Öldürərəm mən onu deyəcək. Öldürərəm deyəcək hətta. Hə. Saxlayaram onu. Oyda. Hə. Aymir sən elə bir qaza getdin hə biraz. Güllələyərəm. Okey, gəlin də Aymir birinci sən nə soruşursan? Okey, gedək. Yəni ki, qız olsaydı bəlkə də öldürərdim, amma oğlan olsaydı oğulluqdan rədd edərdim. Oğlu nə edərdim? Boş Qız ver. olsa öldürərəm, oğlan olsa oğulluqdan rədd eləyərəm deyir. Niyə oğul öldürmür ki? Niyə belə ayrı seçkilik Bunu eləyirsən? belə bizim mentalitetə görə bəli pisdir. Yəni müsəlman ölkəyi seçilməliyik xristian ölkələrdən. İstəyirəm çünki Xristian ölkələrdən seçilməli ya. Çünki xristianlar çox yaxşı baxırlar da geyliyə. Bilirsən də abi. ambratlı yəni. Təbii ki, onun kilsələri var. Oğul öldürürlər, qızı Şey- qovurlar da evdən boşdan. Bizdə amma qızı öldürürlər, oğlu qovurlar. Abi, bu qardaş. Ha, bu qaqaş deyəcək ki, böyle İtaliya, böyle Rus yazıcılar. Deyəcək okeydir. Я тоже. Evet. Yaxşı, abi. Deyəcək okeydir. Abi mən birinci Aymirdən soruşacaqdım. Elə mən qaz tutacağam o dəqiqədə. Abi nə düşünürsən bu qaqaşın fikri ilə bağlı? Mən qaqamın prisoskasını azadından fikirləşəm ki, qaqam cooldur da boşsan. Hə. Deyəcəm ki, şeydir də. Deyir ki, hə, brat, mənim üçün problem deyil. Hə. Abi mən bu tipdə iki adam görmüşəm. Ya aşırı dindar olurlar. Ya da Ay. çox belə Hə, hə, hə. olurlar abi yəni. Ya bu Bu adamların dindar ortası oxşar yoxdur. Bu dindar deyil, bu normal insan. Yəni şey kimi, İntellektual, biraz Rus dilli, biraz da Okey. belə uzun danışan bir qaqaşdır İsmail. qayıtılırsan Aymir. Mən o dəqiqə rahat 100 Hə, faiz. okey, yaxşı. Görək qardaşımızın mövqeyi nəymiş. Hansı bir cinsi azlıqlara qarşı heç bir şeyim yoxdur. Yəni Prosta azlıq nə idi? Cinsi azlıq nə deməkdir? cinsi azlıqlara qarşı deyir heç bir şeyim yoxdur. Yəqin heç bir Yəni cinsi olaraq aqressiv bir yanaşmam yoxdur demək istəyir də yəqin. Cinsi azlıq abi, yəni LGBT də. hə, biz onları cinsi azmış adam. Minor. Azmış falan. Abi cinsi azlıq minority deməkdir. Yəni cinsi azlıq Cinsi azlıq. azlıq. Hə. Bunu azmış yox. Yo, yo, yo. Azlıq. Tamam. Azlıq abi, azlıq. Tamam. Şey.
xanım. Deyəm bir xanımın daha da belə biraz məsələn bu. Daha normal. Hə. Qatılış. Ay zibil, bu çətin. Aymeni desin Çox bax. çətindir. Ay bir daha. Asantlar Abbas Asantlara dedi çətini atdı sənə davay. Hə. Hər şey ola bilər. Bilirsən necə bu şey də ola bilər ki, yəni problem zad yoxdur, biz hamımız insanıqsa. Ya da ki, promoy bildin ən dibi də, yəni ki, onlar insan deyil, onların hamısı güllələnməlidir. Elə bir vibe alıram, amma pozitiv gələcəm. Deyəcəm ki, məncə pis baxmır. Məncə deyəcək ki, şeydir. Okeydir, hamımız insanıq, bla bla bir şey. Hamımız insanıq deyib keçəcək. Abbas sən nə düşünürsən? Məncə deyəcək ki, bu bizim mentalitetimizə ziddir. Bu sözü Yox. bu sözü deyəcək abi. Gəl. Hə, elə bir şey. Gəl baxaq. Yalan deyirəm bu barədə. Düzgün yola çəkməyə çalışaram, yəni Düzgün yol seçməyə çalışaram abi, gəldi. başa salmaq, amma yəni o işə tutubsa yolun işə geri qaytarmaq qeyri-mümkündür də. Belə Bunlar- bir şey abi. Ya düzdür. Narkomaniyadan Hə. çəkindirir elə bir adamı. Ay sana deyəcəkdim. Elə bir şeydir. LGBT narkoman olmaq kimidir də. Yəni. Çox qəşəng. Yolunu tutubsa deyir o. Yolunu tapıb da onu mən nə deyim də. Bir dəfə elədin ucu şey eləyirsən. Bir dəfə yoxlayıbsa da görüb onu da o mən nətər də yeri. Geri dönüşü yoxdur. Oy bilə ucu asıllıq yaradır da bir dəfə eləyəndə. Hə tamam. Aymir çox yəni işini bilən bir adam kimi danışır bu dəqiqə. Nəysə abi, biz səni çox sevirik Aymir. Çox sağ ol. Mən bir Abi, keçək qardaşa. Mən Bu asandır. ya bas 100% ki sual ordadır ki öldürərəm deyəcək yoxsa evdən Şiddətin səviyyəsidir sual. Okay. Hansı Mən yoxsa öldürərəm. Mən öldürərəmdən cavab şübhə sənə var. Romay, öldürərəm. Abbas, bu sual şeydə övladınız. övladınız gey və ya lezbiyan olsa nə edərdiniz bə? Sual budur. Ya böyük ehtimalla ya öldürərəm deyər. Amma yox. Məncə şey deyəcək, ola bilməz elə bir şey. Birinci iddiada kimi. Qətiyyən mümkün deyil, yəni bu. Elə isə baxaq görək nə deyibmiş. Hiçbir şey öz seçimliydi. Of, Yani o Çox pis bir twist gəldi burada. gələcəyin işi, bilmirəm. Yəni qəbul edib eləməmək deməzdim, sadəcə olaraq belə kritik halda qarşılamazdım. Yəni o da bir insanın öz seçimləri var. Abi heç Abi. utandınız. Həqiqətən çox utandım bu da. O izləyib. Bu şey olmalı, verilişin adı məncə şey olmalıdır. Ön yarğılarımız və biz. O da Çox pis oldum həqiqətən. O izləyib. Tamam. Abi Yəni öldürərdim. İndi dayda fail oldunuz deyə hamısına deyəsiniz. Məncə yaxşı deyəcək. Uje bütün cavablara şübhə ilə gəlir. bilmək olmur da, görürsən. Abi nə düşünürsüz? Gəl analiz eləyək, görüntü analizi. Okay. Saç və qaşın quruluşu. Qaş. Qaş kösə saqqallıdır. Saqqalı çıxmır. Bığları da az çıxır. Aha, geyimi, palto geyinib. Palto. Ağ köynək, nazik köynək üstündən palto geyinib. Bu nəyi göstərir? Gey olmadığını. Skameka da. Qaşlar. Məsələn, geylər skam. Yox, mənim maraqlıdır bu proses, bu insan intellektualdır yoxsa yox. Böyük ehtimalla yox. Onda onda prosta deyəcək ki, yəni nə deyəcək? Mən deyirəm, Kam vermərəm, düzgün yola çəkərəm zət bir şey deyəcək. mən deyirəm ki, deyəcək ki, şeydir. Deyən. Yaxşı bir şey deməyəcək deyə hiss edirəm. Mən nəsə elə bir şey Okay. tingle eləyir ki, mən yaxşı bir şey deməyəcək. Prosta həqiqətən. İkimiz də öz şeyimizə, analizimizə şübhə ilə yanaşırıq. Okay. Baxaq. Baxaq, Olmaz yəqin ki elə bir şey. olmaz. Elə bir şey olmaz dedi qardaş. Bu nəyə məsələn, nəyə etibar eləyirsən? Olmaz Abi, yəqin ki.
İki Yəqin nəfər ki, var. Aha. Biri Mən də- gülə-gülə baxır. Yani Ha, iki nəfər varsa, arxadakı gülə-gülə baxırsa, qabaqdakı mütləq özünü savadlı göstərməyə çalışmalıdır. evet. Nəyə görə? Çünki yarıqlanır axı arxadakı tərəfindən ki, bu nədir? Adam küçədə kameraya danışar falan filan. Burada mütləq ağıllı bir söz deməlidir. Bu nə? Onu bilmirəm. Hansı tərəf ağıllı da var? Hər iki tərəfdən ağıllı sözlər var. Ay, amma cavandır. Məsələn, cavandır. Gör, təzə universitetdə oxuyur. Təzə universitetə girib bəlkə. Hə. Bu hansı tərəfdə Targovda? Böyük ehtimal deyəcək ki, şeydir. Yaxşı bir şey məncə deməyəcək. Məncə deyəcək ki, valideynlərdən asılıdır o. Yaxşı valideyn olsa övladda şey olmaz. Görək abi. Aymir dedi bəyəm. Rədd eləyərdim. Rədd eləyərdim. Mən dedim ki, yaxşı bir şey deməyəcək. Hə. Abi qısa və rədd eləyərdim. Rədd Rədd eləyərdim. edəcək. Ha tərəfə. Hə. Yəni yanılma. Yəni nə səviyyədə? Müəllim, dayım, bu dayım sizcə? Bu dayı mən hiss eləyirəm ki, deyəcək ki, şeydə insanlıq insan insandır. Eşqdir, sevgi, Love məhəbbət. is love. Hə, okey. Love is love. Aymirdim. Abbas, sən nə düşünürsən bəs? Bu dayı səncə necə bir fikrə mənsub bir insandır? Məncə bu deyəcək ki, imkan vermək olmaz elə adamlar çox alsın, olan kökünü kəsmək lazımdır. Çünki bunlar bizim milləti qırırlar. Çox spesifik şeylər deyirsən, burada. Tanıyıram, brat, milləti tanıyıram. Tamam ya öyle. Abi yəni hardan bu misal üçün bu qənaətə gəldin, yəni? Nə bilim valla, mən tipində. Yığılmış instinkt də brat amma şeydir yəni. Yaxşı, gəl baxaq. Bunun gizli olmağını çalışardım, onları başa salardım. Əgər yox, onun belə deyək, Allah uzaq eləsin yenə, Allah heç kimə göstərməsin. Çalışardım ki, olmasın. Ən son məqamda öldürərdim. Çox pis gəldi axırı. Yəni inşallah olmaz, yaxşı olar falan filan. Başa salardım, deyərdim ki, olmaz bala. Xahiş eləyirəm, eləmə. Amma şey var da, arkada 10 nəfər Şey deyil. kostyumlu adam var da, silah dirək. Yox, əlində belə başa salaram. Bala olmaz. Eləmə. O şey var, məhəllədə deyir, kişi biz adam yeyəndə ölüyor. O səhnə var. Tam eyni. Var eləmişsən, yadında. Yadından çıxıb. Otur məhəlləyə bir də baxsan. Okey, dayım belə dedi. Qəşəng. Abi. Ay, Necə ki elə şey ola bilmir. Ya da elə şey yaxşı deyil də. xanımda o tipi gördün abi. Gördüm bura. Amma sən nə Məncə düşünürsən? deyəcək ki, mənim ətrafımda da elə adamlar var. Məncə bütün cəmiyyət onlara normal yanaşmalıdır. Mən də bu normal qəbul edirəm. Görək. Hər şey səhv. Hər Lez falan olmasa, əgər Öldürərdim. Yerində aydan. ailə tərbiyəsi görsə yəqin ki, lez falan olmasa, əgər bu içdən gələn bir şeydirsə, məncə hər kəs azaddır. İstədiyi həyatı yaşaya bilər. Çəkindirməyə çalışaram, çəkinsə çəkinər. Yəni əgər bunun qanında varsa, Mən saçına bu qız nə dedim mən? Abi qız 3 dəfə fikir dəyişdi. Qız insan insandır amma qandan asılıdır. Mən çəkindim Abi, amma birinci dedi ki, ailə tərbiyəsi olsa olmaz. Sonra dedi ki, yox, o əslində insan insandır. Sonra deyən görə qanında varsa falan, yəni qız 3 dəfə fikir dəyişdi orada. Məncə yaxşıdır əslində bu analiz eləyir. Hə. Ən azından dəyişir fikirlərini. Yəni dirəşib şeyləmir də o bir şey öldürər. Adı ki, həm Abbas pravdır burada, həm mən pravam. Çox qəribə şey. Qız çünki yəni fikir dəyişdi cümlənin ortasında. Tərəf dəyişdirdi. Mən əl-zat salırdım, qıza. O progres. O şey doğru gedirib. Wow. Bütün siyasətçilər belə işləyirlər əslində. Abi, indi isə gəlin bu qardaş haqqında danışaq. Bu qardaş gitar çalır 100%. Gitar çalan bütün hündür boy qaqaşlar kimi bu da pis baxır. Olmaz elə şey. 100%. Qıraqdan kreativ görünsə də, belə şeylər milli mentalitetimizə ziddir, mən pis baxıram. Qulağında küpəsi olmasaydı deyərdim əxidir yəni. Amma qulağında küpə var idi. Əslində yəni əxi ilə gitaristi bir-birindən ayıran tək şey küpədir qulağındakı. Bir də bığ bura. Hə. Hə,
Bığ hə, yəni. İndiki əxlaq Amma bığ saxlayır. buradakı sırğa biraz məni şübhəyə saldı. Amma yenə də cavabımda qalıram. Aymir sən nə deyirsən bəs? Mən belə bəzi qaqaşlar fikirləri şeylə dəyişir. Elə bir yatmaq istədikləri qızla dəyişir. Başa nə demək Bu istəyirəm? onlardan biri deyirsən. Məsələn, əgər yatmaq istədiyi qız fikirləşirsə ki, geylər və lezbiyanlar insandır, deyir ki, hey. Mən də elə fikirləşirəm. İndi bu auditoriyanı kim olaraq görürsə elə cavab verir mənə. Very adaptation şeydir də, yəni adaptasiya dəqiq eləyirlər. Survival instinct. Fikirləşirəm ki, yəni intervyu verir, bunu zaman çox görəcək deyə deyəcək ki, Bəli. düzgün deyil. Bu arada doğrudan. bu videodakı şəxslərin şəxsiyyətləri ilə və özləri ilə heç bir problemlərimiz yoxdur. Biz Bəlkə sadəcə mənim var. hə, Abbasdan Bəlkə mənim başqa məhz bu yaşım Aymirlə var. mənim yoxdur, yəni. Onu deyə bilərik. Abbas. Bəlkə sən- tanıyıram mən bunlar hamısını. Da bu video bir dəfə. Axırda çünki mənəm də orada. Məndən də. Nəysə, gəl baxaq görək qardaş nə deyib. İntervyu eləyən Mənim Görək qardaş nə deyib. dostlarım var, gey və lezbiyan olanlar. Məncə, yəni Bu övladımla sürüşdürmə dost olacağam canım. deyə mən normal qarşılayaram. Yəni hətta qoruyaram belə deyim. Əgər ona şeylər olarsa da, yəni ictimai baskı olarsa belə. Gözəl. Məncə Aymir düz dedi. Hmm. Məsələn, mən sualları sürüşdürürəm. Bax, məsələn, qıza dediyimi bu verdi. İndi buna dediyimi bu qaqaş verəcək. Abi, Yo, mən dedim ki, şey eləməyəcək, sən düz dedin. Yoxsa? Sən dedin ki, yaxşı baxacaq. Yo, dedim pis baxacaq. bəs Ha, okey, onda qaqaşla bağlı nə Bura. düşün? Azərbaycanlı Miles Morales qaqaşla. Bu qaqaşı da tanıyıram. Tanıyırsan cidden. Onda deyə bilərsən, sən nə düşünür? Məncə deyəcək yaxşı, normal, əla. Okey. Tanımıram. Aymir, mən düşünürəm. Yo, məncə də 100% deyəcək ki, hə. Aymir şeydə axtarır, FaceApp-də axtarır bu qaqaş kimdir. Twitter'ə yox. Məncə Yo, məncə də 100% yaxşı baxacaq deyə abi, düşünürəm. sizin məntiq necə şey? Bu gün saçını uzadan sabah yəni geylərə yaxşı baxar kimi. Oradan belə bir steplə gedir. Yəni niyə çox belə bir şey? bəli. Tamamilə. Okey. Mənim beynim də oradan elə işləyir. Qəşəng düşüncə tərzidir. Mən pap, nə belə saçın uzundur. Bunun saqqalına bax. Düşünmək belə rəzadan şeydir. Heç yəqin özümü yandırıb öldürərdim yəni. Oy. Murat, biz çox belə sən necə randomdur, heç yəni tutmaq olmur ya Murat. Qətiyyən. Zaten bu verilişin məqsədi o görə insanları nə qədər tanıyırsınız yəni. Heç tanımır. Heç Tanımırıq. tanımırsınız. Mən nəsə eləyərdim, özümə nəsə eləyərdim. Ən azından özünə nəsə eləyir də. Digər Özünə dayı nəsə direkt eləyir, öldürürdü eləyir. yəni. Özünə niyə nəsə eləyir başına? Başına özünə niyə nəsə eləyir? Yəni uşağa nəsə eləməkdənsə özünə eləyir də yəni. Hmm. Övladınız Passiv olanda agresiya. övladınız göy olsa nə edərsiniz? Ha, tamam. Hə. Yəni o birisi dayı direkt uşağı öldürürdü yəni. Bu heç olmasa özünə nəsə edir. Yəni. O birisi komediyadır. Seyir, inşallah olmaz falan ama öldürür. Öldürərəm. İzah eləyərəm birinci. Hey. Düzgün yox. Bunu görürsən qərar ver. Definition of insanity, hə? Sənə gəl şey başa salım. Abi, bu qardaşımız sizcə nə düşünür bu mövzu barədə? Məncə sən necə açıqlı, məncə bu da məncə yaxşı bir şey deyil. Öldürərdim deyə. Öldür. Çünki elə görürəm də açıqlılarda. Biyaqçı dayıdan sonra bütün açıqları elə görürsən. Öldürərəm. Bütün açıqlar şeydir, gizli psixopat dayasında serial qatil. Düzgün bütün stereotiplər beynimdə yox olur. Ya məsələn, qaqaş dedi ki, hər şey zordur. Şey qaqaş dedi ki, uzun saç qaqaş dedi ki, yox. Açıqlı qaqaş dedi ki, öldürərəm. Kör qaqaş deyir ki, şeydir də, yəni. Pis qaqaş dediyimiz o qaqaş dedi ki, hə, məsələn, yəni normal. Cidden. Bu belə. Nə düşünürsünüz bu dayı barədə? Məncə yaxşı bir şey deməyəcək deyə düşünürəm. Məncə deyəcək ki, götürüb apararam xaricə. Onlar keçsinlər xaricdə yaşasın. Okey, gəlin baxaq. Əslində razı olmazdım. Nəyə görə? Çünki adətən nə var?
düzgün bir fizioloji bir baxımından yəni cəlb etmə var. Bəli. Dayının argumentini başa düşdünüz siz yəni. Mən başıma. Fizioloji baxımdan cəlb etmə var dedi. Dayı dedi ki, yəni Nə nə ağlıma yaxşı şeylər gəlmir bu dəqiqə. Yəni davam edək. Yəni. Olmamalı belə bir şey. Normal bir şey məncə. Qeyri-normal. İnşallah olmaz. Dayı da öldürürəm Allah'ım. demək istəyir amma inşallah olmaz. Heç düşünmək istəmir o barədə. İnşallah olmaz. Amma mən bu dayını dayı qədər yəni kəskin fikirləri olan bir insan kimi görmədim. Yəni məncə başına elə bir şey, yəni ümid edirik gəlməz, heç kimin gəlməz ümid edirik başına elə bir şey, amma gəlsə məncə yəni o birisi dayı qədər kəskin fikirləri olmaz yəni. Əvvəl biraz bir şey eləyər, sonra ayaq uydurar. Məncə bilsən necə, həm də məncə sən düzün deyirsən, məncə bəzi adamlar kamera ilə perform edirlər ki, biraz. Yəni artıq şey deyirlər, belə şişirdirlər. Aysa, ha. Dəstəkləyirəm deyən qaqaşım remenlə döyülmüş falan da. Nədir hər şey. Amma sizə bir söz deyim, bu dəqiqə O remenlə döyə bilər də. 10-11 il qabaq çəkilmiş bu videodur. Bunların artıq məncə bir çoxunun uşağı olub artıq və hal-hazırda eyni adamları tapıb soruşmaq uşağımız geydir yəni. Soruşmaq. Abi bu qardaş haqqında nə düşünürsüz? Normal baxır, tamamilə. Tamamilə normal baxır. Tamam, Aymir, sən nə düşünürsən? Ya biraz uzun, saçı uzun. Mən önce dəyişdirirəm stereotipləri. Saçı uzundur, deyəcək ki, öldürər şeylə. Yəni Yaldıraram mən. Beriya yaza da göndərəcəm zaten, nəsə belə bir şey. Okey. Baxaq görək nə deyib. Hara göndərirəm? İberiyə. Siberiya. İberiyə gəlir. Görək nə deyib qardaşımız. Aha. Açığı belə ümid edirəm ki, olmaz. Yəni olsa da üzrəm, yəni insanların şəxsi seçimidir də belə. Amma əlimdən gələni edirəm ki, olmasın. Oh. Belə mənim öz görüşüm də yəni belə çox radikal deyiləm belə. Çox belə şey baxmıram. Bak, bu onu göstərir ki, heç vaxt bilmək olmur başdan. 100%. Bax, növbəti qaqaş çox radikaldır məsələn, gəlir. Əlində tapanca ilə gəlir bax. Bu ya bunu bilmək olur bu. Nə düşünürsüz abi? Bu halda bu cibindən bıçağı yerə qoymur hər an. Ya işte o. Yani bir kamera belləsələr iki tane şeydə qılınc var. Şeydir də. Nə? Mənim uşaqlarım zaten geydi, ikisini də öldürmüşəm. Başlarını çıxardır belə. Qeyddən çıxarda belə danışdırır. Hə, nəysə, son fikirləri alım. Aymir Aydınlı nə düşünürsən? Ya pis. Yəni deyəcək ölüm. Mən ölüm çıxacaq hardasa. Məncə də böyük bir şiddət var. Qan var ortada. Okey, gəlin elə isə baxaq, görək nə deyib qardaşımız. Belə deyək, yəni övladımın gey və lezbiyan olması fərqi olmuyor. İkinci övladımdır. Demək ki, mənə ən yaxın olan insanlardan biridir. Tam dəstəkləyərdim və daha yaxşı yaşaması üçün əlimdən gələn hər bir şey eləyərdim və cəmiyyətin belə də onun istismarına qarşı da hətta tədbirlər görməyə çalışardım. Tam dəstəkləyirəm və düşünürəm ki, hər kəs belə olmalıdır. Çünki övladdır, yəni başqa biri deyil və doğuşdan belə yaranıbsa, nə müalicə eləmək, nə digər bir şeylər lazımdır. Abi özümü çox pis elədim. Oy belə. Həqiqətən üzr istəyirəm bu qardaşdan. Düzdür, abi çox şey dəyişir. Səs danışmaq tərzi çox dəyişir, yəni. Orası elədir. Orası elədir. Səssiz çox maraqlanır. Səssiz bilməm. Tarkan vibe aldım hemen. O ucu dilləri. Amma belə Göçbək öldürüb. Mən hər də ehtimal verirəm buna. Bəlkə cover eləyir, yəni də gizlədir də. Öldürüb qıraqdan var. Məncə müalicə eləmək lazım deyil ki bunlar. Mən bu qaqaşdan bir Tarkan vibe aldım. Çünki Tarkandan da sualı verirlər, geysən deyilsən. Yəni sırf bu qaqaşın dediyinə oxşar şeylər deyil, indi bu qaqaş dediyi tərzdə yəni. Yox. Nəysə abi. Keçək növbəti qonağımıza. Görək. Bu xanımdır, qaqaşdır. Deyəsən xanımdır. Xanımdır. Sən qaqaşa oxşatmışdın. Xanımdır abi. Baxın bir də, mən də baxım. Xanımdır da. Ümid edirəm xanımdır yəni. Öldürmək lazımdır. Özdə lazımdır ya. Lazımdır. Şey öldürərəm yox. Qətli vacibdir.
Fətva. Toyota papağı. Abi qoy birinci Aymir desin də sən. Qapı gəlir bu adam. Mən bu deyəcək ki şeydə, yəni mənim dostlarım da var. Yəni biz əl-ələ tutub şey eləyirik, qaçırıq eləyirik falan. Tamam. Aha, okey, gözləyək. Baxaq. Bilmirəm. Hər halda o vaxt fikirləşərdim. Ya da normal. Normal qəbul edirəm. Postpone elədi biraz. Bu indinin vaxtı, indinin Normal sonra. baxır yəni. Nə düşünürsünüz abi? Heç bərbad bir analiz qaldı. Bu qardaş sizcə nə deyəcək? Bu natura qılınc şey var da yəni. Qaqam Da bu qaqaş da öldürməsə kim öldürsün? Biri öldürsün nə də, bəs də yəni. Body count azaldı biraz. Heç olmasa yəni səhvlərimizin faizi düşsün də aşağı. Aymir sən də indi Abbas kimi Sunken Coast'dan gedəcəksən, yoxsa dəyişəsən fikrini? Hansı bunu deyirsən? Yox, növbəti qaqaş. Ay 100%, yəni Öldürür. öldürür, kəsir. Heç yox, bu qaqaş şey deyəcək, heç yəni gey yox, ümumiyyətlə belə səhvən hər hansı bir şey olsa belə hazırdır da öldürmək bu dəqiqə. Azərbaycanlı deyilsənsə qaqam hazırdır öldürməyə. Müsəlman. Müsəlman. Baxaq. Mən heç nə edəcəm. 18 yaşına kimi baxacam, 18 yaşından sonra azad insandır. Qalq. Tamam da bir qəribədir. Mən şey eləmirəm. Dillə halaldır Murat. Mən həqiqətən sənə bir söz deyim Murat. 2015-dir bu. Hə. Eşq olsun. Abi 2015 indidən daha yaxşı idi Azərbaycan. Həqiqətən mən natura özüm homofob idim yəni. Mən homofob idim. Bu necə ola bilmir? Mən bu intervyuda çəksəydilər, mən şey deyəcəm, öldürərdim. Hətta 2015-də deməzdin abi. Tanıyırdım səni 2015. Amma ha super, halaldır. Abi burada 2 nəfər var. Gördüyünüz kimi couple olaraq. İkisi də fikir bildirir. Okay. Nə düşünürsüz? Yəni? Qız üçün ayrı, oğlan üçün ayrı şey alacağam. Mən düşünürəm ki, qız məsələn saçı qırmızı zad. Düşünürəm ki, qız pozitiv bir şey deyəcək, yəni insanlıq problemi yoxdur. Hərə azadlıq falan. Qaqaş Məncə qaqaş özü də bilmir hələ. Qaqaş bilmirəm. Qaqaş çox bir sən necə pis bir şey deməyəcəm ikisi barədə. Deyirəm ki, həm də deyəcəklər ki, hamımız insanıq, sevgi, məhəbbət, eşq. Belə. Love is love, hə. Abis nədir? Abbas sən nə düşünürsən? Mən nə vaxt Amirə qatılmaq istəyirəm, həmişə söhbətin zibili çıxır. Amma qatılıram belə. Əfdir. Okey. Gəlin baxaq. Cibinə banza yatıb tutturardım. Mən cavab versəm olar. Nə edərdim? Bax. Cibinə banza yatıb tutturardım. Cibinə bonzayı atıb tutturardım deyir. Okey. Demə bu qaqaş nəsə pox var ya belə. Qaqam olsa vampir oxşayır, qaqam bilmirəm o şey. Mən cavab versəm olar. Baxmayaraq ki, nişanlımda məncə çox səhv fikirdir. Yəni onun dəxli yoxdur, övladdır və bu məncə utanc verici bir şey deyil. Yəni belə yaranıbsa belə də olmalıdır. Əksinə düşünürəm ki, o cür insanları ruhlandırıb yaşamağa daha da həvəs qazandırmalıyıq ki, mən belə eləmişəm yəni. Ona görə buradan homolara, bilərə demək istəyirəm ki, heç kimə fikir verməyin, həyat zordur, necə xoşsa elə də yaşayın. Əsas da buna. Very punk rock. Əsas da buna fikir verməyin deyir. Very punk rock, super. 50% düz cavab verdik amma. 50% düz cavab verəcəksiniz. Çox pis yerlərdə fail oldunuz. Amma mən keçəl qaqaşdan üzr istəyirəm. O boğazında qılınc olan qaqaşdan üzr istəyirəm. Bir də o 2 dənə sən dedin boş. O qaqaşdan da üzr istəyirəm. O qaqam vəbşə, yəni super. Halaldır. Amma ən uğurlu cavabımız desənə birinci dayda idi. Konkret olaraq.
Suyu bulandım. Dader legend də, yəni. Okey, birinci bölümün birinci hissəsinə birinci bölümün birinci hissəsini yekunlaşdırırıq bununla. Son fikirlərinizi də dediniz də əslində, yəni başqa bir şey demək istəyirsiniz yoxsa yox? Məncə bu case sağdır hələ Minority Magazine. Minority Magazine məncə mən baxdım videolarına. Bunun kimi sorğular yoxdur çox da içəridə, yəni. Tək bu tək idi. Yəni ümumiyyətlə mağazin olaraq sağdılar. Bilmirəm abi, heç bir fikrim yoxdur. Gün maraqlıdır. Minority Buradan da bu sorğuya görə Minority Magazinə də təşəkkürlərimizi bildiririk və sizi sağollayırıq.